OTQ sınaqlarında tez-tez istifadə olunan bu sualın həllinə baxaq. İlk növbədə ortadakı loqaritmik ifadənin əsasında olan 3/1-i 3 üstündə -1 şəklində yazaq. Daha sonra bu -1-i əmsala gətirək. -4 kiçik bərabərdir mənfi loqaritma 3 əsasından x çıx 1 kiçik bərabərdir -2. Daha sonra bərabərsizliyin hər tərəfini -1-ə vuraq. 4 böyük bərabərdir loqaritma 3 əsasından x çıx 1 böyük bərabərdir 2. 2-ni loqaritma 3 əsasından 9 kimi yazaq. Kiçik bərabərdir loqaritma 3 əsasından x çıx 1. 4-ü isə loqaritma 3 əsasından 81 şəklində yazaq. Hər üç ifadədə əsaslar eyni olduğuna görə yalnız loqaritmalı ifadələri yazmaq olar. 9 kiçik bərabərdir x çıx 1 kiçik bərabərdir 81. Hər tərəfi 1 əlavə eləyək. 10 kiçik bərabərdir x kiçik bərabərdir 82. Tam həllərin sayını soruşur. 82 çıxılsın 10 üstəgəl 1. Doğru cavab 73.